uşaqlar, ümidlərim ki, yaxşısınız. Deməli, söz verdiyim kimi loqaritmik funksiyanın test izahını keçirəm. Dim test toplusundan bu bölməni izah edəcəm uşaqlar. Deməli, dim test toplusundan başlayaq. İzaha keçmədən əvvəl birinci baxmaq lazımdır ki, sualların səviyyəsinə baxmaq lazımdır. Suallar çətin deyil. Dim test toplusuna amma suallar diqqətli şəkildə baxmaq vacibdir. Birinci baxıb, yenə dediyim kimi videoya baxıb, ondan sonra özü sərbəst şəkildə işləməyə çalışın. Yəni göstərməyə çalışmayın. Uşaqlar, qrafikə bilirsiniz ki, A-sı 0-dan 1-in arasına yerləşəndə necə keçirdi? Deməli, yadda saxlayın ki, baxın diqqətlə. 0-dan 1-in arasını keçəndə bu şəkildə olurdu. Baxın, bu şəkildə. Bu Y oxudur, bu X oxudur. Amma A 1-dən böyük olarsa, təbii ki, 1 olacaq. İndi bu şəkil budur. 1-dən keçən bir xətt olacaq. Bu xətt hansındadırsa, onun cavabını tapın. X-1 funksiyasının təyin oblasını tapın. Uşaqlar, X-1 funksiyasının təyin oblası bu normaldır. Müsbət götürüb həddləmək lazımdır. X-1 böyükdür 0-dan, X böyükdür 1-dən. Nədə doxunu qeydləsəm, 1-i qeydləyəcəm. 1-dən sağ tərəfi rəngləyəcəm. Olacaq 1 müsbət sonsuzluq. Belə. Deməli, bunda da eyni ifadəni bunda da yazsam. Deməli, bunu böyükdür 0 götürüb həddləyəcəm. X plus 3, bir də X minus 2 böyükdür 0-dan. Ədəd doxunu qeydləsəm, bunun sürətin 0-ını tapsam, mənfi 3 olacaq. Məxrəcin 0-ını tapsam, müsbət 2 olacaq. Ədəd doxunu da qeydlərəm və işarələr qoyuram. Müsbət, mənfi, müsbət. Mənim işarəni necə şifa bilirsiniz? X-in bu da müsbətdir, bu da müsbətdir. O baxımdan. Bizdən hansı aralıq istəmişdik? Müsbət aralığı. O baxımdan cavab olacaq mənfi sonsuzluqdan mənfi 3-ə birləşmə 2-dən müsbət sonsuzluğa. Bu cavab olacaq. Funksiyasının təyin oblasını tapın uşaqlar. Bu funksiyasının təyin oblası deyəndə birinci elgi X fərqlidir 0 olmalıdır. Mənim niyə? Kəsrin çünki məxrəcindədir o baxımdan. X fərqlidir. Bunun əsası 10-dur uşaqlar. 10-un üstü 0 neçə edəcək? 10 üstü 0 X də fərqli olacaq 1-dən. Bir də uşaqlar X nə olmalıdır? X 6 ifadədə 0-dan böyük olmalıdır. Yəni belə olacaq da cavab 0-dan, bax, laf qeydləyək. 0 bu tərəfdir. Bu da 1-dir. Düzü. 0-dan 1-ə, 1-dən müsbət sonsuzluğa da cavab olacaq 0-dan 1-ə birləşmə 1 müsbət sonsuzluq. İndi eyni qaydadır 12-ci sual. Yenə də bunu nəyə götürməliyim? 0-dan fərqli götürməliyim. Loqaritma 4 əsasən X fərqlidir 0-dan. X fərqlidir 4 üstündə fərqlidir 0, X də bərabərdir 1-ə. Belə, bu belədir, bu asandır. Amma X bir də 0-dan böyükdür. Ədəd doxunu qeydləyərik. Cavab olacaq 0, yenə də 0. Bir də 1-in hissəsi boşdur. Fərqlidir, bunlar hamısı fərqli olmalıdır. Bir də 1-in hissəsi boş olmalıdır. Ondan başqa hamısının bütün qiymətləri. Yəni cavab olacaq yenə də 0-dan 1-ə birləşmə 1-dən müsbət sonsuzluğa. Belə. Deyib uşaqlar, bu funksiyanın təyin oblasını tapın. İndi funksiyanın təyin oblasını tapmaq asandır. Mən indi funksiyanın təyin oblasını tapmadan əvvəl bir şey baxmalıyıq. Deməli, bu müsbət olmalıdır. Bu da böyükdür bərabər 0 olmalıdır. Yəni, deməli nəyə baxacaq? X plus 3 böyükdür 0-dan. X böyükdür mənfi 3-dən. 1 minus 2x böyükdür 0-dan. Mənfi 2x böyükdür mənfi 1-dən. X böyükdür bərabərlik üstü var burada. Kök altı böyükdür bərabərlik götürülməmiş. X kiçikdir bərabərlik 2-də 1-dir. İndi cavab oldu. Belə deyim də, bunları da birləşdirəcəm də sonda uşaqlar.
1 olacaq. Bunları birləşdirib keçişdirsəm. 2 dənə şərtdir axı. 2 dənə şərtdir və sonunda nəticəni istəyirəm. 1 -3-dən böyük. Bir də 2/1-dən kiçik. Bunların kesişməsi hansı hissədir? Kesişməsi olacaq. Bax, ikisinin kesişməsi hansı hissədir? Xətti seçdim. -3-dən 2/1-ə 1 olacaq. Eyni qaydadan yenə də bu da təyin oblası dediyi üçün təyin oblası olmalıdır. 6 ifadə böyükdür 0. Olacaq x bölünsün x kvadratı -1 böyükdür 0-dan. Həmişə böyükdür 0 götürüb həll edirsən də. Kökaltı olanda böyükdür bərabərli 0 götürüb həll edirsən. Amma uşaqlar bir dənə yaddan çıxdı. Bunun içərisi bu bərabərlik olmalıdır. Və bunun içərisi dolu olmalıydı. Bu yaddan çıxdı. Bu baxımdan belə möhtəz olacaq. İndi böyükdür 0. Bunun qiymətli oblasını tapanda belə deyim də sizə. Deməli, sıfırlarını tapıram. Sıfırlarını tapanda sürətin 0-a 0-dır. Təyin olmadığı nöqtə isə məxrəci 0-a 0-ın qiymətləridir. X kvadratı -1 fərqlidir 0. X-in kvadratı fərqlidir 1-dən. Hansı əlinin kvadratının 1 ola bilər? -1 bir də müsbət 1. -1 bir də müsbət 1. Ədəd oxunu qeydləyəcəm. Olacaq. Deməli, -1 ondan sonra 1 0 ondan sonra 1 0'dır bu, bir də 1'dir. Ondan sonra uşaqlar işarəyə baxsam, müsbət, mənfi, müsbət, mənfi. Belə bir şey olacaq. Bizdən hansı aralıq istəmişdi? Böyükdür bərabərlik. O baxımdan cavab müsbətdə seçsəm, cavab olacaq -1-dən 0-a birləşmə 1 müsbət sonsuzluq. Deyib uşaqlar funksiyanın təsirini tapın. Funksiyanın təsirini tapmaq bilirsiniz, x-in y-ün yerini dəyişmiş. Olacaq x bərabərdir, y-ün yerini x bərabərdir. Loqaritma, yox, elin kök altında 3 əsasdan 3-cü dərəcədən x -2 belə +5. Bu da x olacaq y. Yerini dəyişsəm də. O da olacaq ln 3-cü dərəcədən kök altında y -2 bərabərdir. Bu x-i 5'i yazım x-in yerinə. X -5. Bunu olduğu kimi yazıram. Bunu olduğu kimi yazıram. Kök altında deməli 3-cü dərəcədən y bərabərdir. Bunun əsas neçədir? Y. Y-in üstü neçə? X -5. -2 hələlik var. Kök altında 3-cü dərəcədən y bərabərdir. Y üstü x -5 +2. Hər tərəfi kuba yüksəlsəm və cavab alınacaq uşaqlar. Nəsə bir çətin gəldi. Amma çox da çətin ölümcül sual deyil. P parametrinin hansı qiymətində bu funksiya artan funksiyadır, bu isə azalandır. Deməli, artan funksiya neydi uşaqlar? -2 bu normaldır. Böyükdür 0 olmalıdır, mütləq. Azalan funksiya olarsa, bu isə 0-dan 1-in arası yerləşməlidir. 2m -7 0-dan 1-in arası yerləşməlidir. Belə. Təbii ki, bu da. Bizi bağışlayın uşaqlar, yaxınçılıq biraz çoxdur. Saatın dəqiqə 2-nin yarısı. Hələ mən video çəkirəm. Bugün demək olar ki, saat 9-a qədər dərs keçmişəm. Tezən saat 7-dən 9-a qədər dərs keçmişəm.
və ondan sonra gəlib sizə video çəkirəm. Xahiş edirəm ki, səsimdə və ya danışığımda nəsə səhv olarsa, mənə bağışlayın. Çünki indi bir dəqiqə göz yumulur. Bəzi hallarda göz yumulur və ayılırım. Bunda isə uşaqlarım, 2 qat bərabərçilikdə həll etməyi məncə bilirsiniz. 2 kiçikdir 2m minus 7, o da kiçikdir 1-dən. Hər tərəfi 7 əlavə etsəm, olacaq 7, 0 üstü 7 yəni 7. Kiçikdir 2m minus 7-dən 7-nin sırayında 7 ilə sıraş edəcək 2. Ondan sonra o da 1 ilə 7-nin toplamında 8. Hər tərəfi 2-yə bölsəm, m kiçikdir. Deməli, 8-i 2-yə böləndə 4, 7-ni də 2-yə böləndə 3,5. Cavab olacaq 3,5-dən 4-ə qədər. Elə bil 2 dənə bunu 1 əlavə edəmi dedim də. Gəlin bunu hansı tərəfdə seçə bilərəm burada. Ədəd oxunu çəkeyim. 1 tapdım nə? Bu m birinci ədəd oxudur. 3-dən böyük qiymətli. Belə. İkincidə isə Pavlud 3,5 kiçikdir. M o da kiçikdir 4. Yəni toxun qeyd eləsəm 3,5 bu tərəfdədir. Və 4. Ədəd oxunu qeyd eləyəndə qeyd elədim və bunu kəsişməzən tapanda olacaq 3,5-dən cavab 3,5-dən 4-ə. Belə. Bunu həll eləmişəm uşaqlar. Dərs mövzu izahında var. Da bir dəfə də izah eləmirəm. Funksiyasının qiymətlər çoxluğunu tapın. Uşaqlar qiymətlər çoxluğu. Bunun özünün funksiyanın özünün belə deyim də x kvadratı minus 8x plus 21 funksiyasının qiymətli olmasını yəni tapaq. Qiymətli olmasını necə tapacaq? Bunu bilirsiniz də birinci x0-ı tapacaqsınız. Mənfi b bölünsün 2a-ya. Mənfi b yəni mənfi 8 qalan bir dənə də müsbət 8. 2a-da 1 ilə 4 y0-ı bərabərdir. Gətirib qiymətə qoysam 4-ün kvadratı çıxsın 32 plus 21. O da olacaq deməli olacaq 16 çıxsın 32 plus 21. 16-ın 32-ni çıxanda mənfi 16 üstünə 25-dən də 5. Bayıda bunun ən kiçik qiyməti necədir? Y bərabərdir kök altında loqaritma 5 əsasdan bunun qiyməti 5-dir. 5 əsasdan 5-in qiyməti necədir? 1 elədir kök altında 1 bundan da 5 çıxır. Cavab olacaq 1 müsbət sonsuzluq. Cavab belə. Yəni çətin deyil uşaqlar. Bu 2-dən 2 gedir ixtisar. Qrafik alacaq belə. Y bu da x. Əslində x funksiyası belədir. Sona qədər gedir. Belə gedir. Amma bu x loqaritm altı ifadədə axı bu mənfi hissəsi olmayacaq. Bu hissə olmayacaq. Bunun hissəsi boş olacaq. Belə bir şəkil olacaq. 4. Deməli uşaqlar davamına baxaq. 27 və 17 bunu deyib ki 27 və 15 nöqtəsini keçsə bunun x-i 27-dir, y 15-dir. Deyib x-in yerini qoyursan. Olacaq y neçədir? 15. 15 bərabərdir a vurma loqaritma 3/27. Üstə gəl 9. A vurma 27 nə deməkdir? 3-ün kubu deməkdir. Yəni 3 15-dən də 9 çıxanda 6. A neçə olacaq? 6-ın üstə böləndə 2. A-nı 2 tapdın, F9-u deyib sizə. Deməli, Fx bərabərdir. A-nı tapmışam 2, loqaritma 3/x plus 9. Olacaq Fx bərabərdir 2 vurma. Loqaritma 9 nə deməkdir? Loqaritma 3/x-in yerinə 9 yazıram. Plus 9-a. Olacaq 2 vurma. 3/9-un qiyməti 2-dir. Üstünəsin 9. 4, 4 üstə 9, yəni 13. Belə.
Deməli uşaqlar, bu eleyin x minus 4 fərqlədi sıfırdan. Niyə fərqlədi? Çünki məxrəcə sıfır alınmış. Bir də x minus 2 böyüdü sıfır. Dediyim ki, loqaritmalı tipdə ifadə müsbət olmalı. X minus 4 fərqlidir 10 üstü sıfırdan, yəni 1-dən. X də fərqlidir 5-dən. İndi burada x böyükdür. Bunu keçsəm bu isə 2-dən. Ədəd oxunu qeydləsəm uşaqlar indi. Deməli 2-dən böyük qiymətlər, bir də 5-dən fərqli qiymətlər. Bütün qiymətlər hamısı rənglənib. Cavab olacaq 2, 5. Belə sadə. Ay müəllim, bütün misallar sadə deyirsiniz. Uşaqlar sadə deyim, mən biraz yoğunam. Amma məncə idarə eləmək olar. Hər şeyi əslində izah edərəm. Çətinliyimiz olur təbii ki. O da yavaş-yavaş düzəlir. Deməli uşaqlar, x ilə 1 bölünsün x-in qiyməti həmişə 2-dən böyükdür. Bu qiymət 2-yə də bərabər ola bilər. Gedib yerini qoyuram. Fx bərabərdir loqaritma 2 əsasdan ən kiçik qiymət dediyi üçün bunun ən kiçik qiyməti necədir? 2-dir. Plus 8. Bu da olacaq. Həqiqi ən kiçik qiymət deməkdir. 2 əsasdan 2-nin qiyməti 1, üstün 8 yerində 9, 9 neçə çıxacaq? 3. 4. Uşaqlar 31 dənə sual izahını verdim. Xahiş edirəm ki, suallara diqqətli şəkildə baxıb özü işləməyə çalışın. Loqaritmada hansı suallar da neçə qalmışsa, onları hamısını işləyin. Sağ olun, salamat qalın.